Göyçayda şəhid Xəyal Məmmədovun anım mərasimi keçirilib. Bugün Göyçay rayonunda Vətən müharibəsi şəhidi Məmmədov Xəyal Arifoğlunun şəhadətə ucalmasının 5-ci il dönümü münasibətilə anım mərasimi keçirilib. Mərasim şəhidin dəfn olunduğu 1-ci Ərəb Cəbirli kənd qəbristanlığında məzarı önündə baş tutub. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, rayon və kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər və şəhidin yaxınları iştirak ediblər. Anım mərasimində çıxış edənlər Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından danışıb, Xəyal Məmmədovun döyüş yolundan qürurla söz açıblar. Xəyal Məmmədov 1989-cu il fevralın 13-də İsmayıllı rayonunun Quba Xəlilli kəndində anadan olub. Azərbaycan ordusunun kiçik çavuşu olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-sində Suqovuşanın azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub və Göyçay rayonunun 1-ci Ərəb Cəbirli kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə Xəyal Məmmədov ölümündən sonra vətən uğrunda igidliyə görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Mərasim çərçivəsində məktəblilərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri düzülüb. Allah rəhmət eləsin. Etibar Bəşirov, Göyçay Namin.